Dövlət Əmək Müfəttişliyi Xidməti 28 aprel Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar iş yerlərində psixososial risklərin idarə olunması, müasir yanaşmalar və həll yolları mövzusunda konfrans təşkil edilib. Tədbirdə son illərdə əməyin mühafizəsi sahəsində nəzarətin rəqəmsal alətlərin geniş tətbiqi ilə çevik və təkmil şəkildə qurulması, bu sahədə maarifləndirmə tədbirlərinin və təlim proqramlarının əhatə dairəsinin genişləndirilməsi işlərindən bəhs olunub. Əməyin mühafizəsi dedikdə yalnız fiziki təhlükəsizlikdən və işçilərin fiziki sağlamlığından söhbət getmir. Bu tədbirlər həmçinin iş yerlərində iş yükünün normal, balanslı təşkili, iş və istirahət vaxtının düzgün idarə olunması, ümumiyyətlə işçi və işə götürən münasibətlərinin düzgün təşkili, iş mühitinin psixi-sosial elementləri, bütün bunlar işçinin sağlamlığına, o cümlədən əməyinin məhsuldarlığına birbaşa təsir edən əsas faktorlardandır. İşğaldan azad edilmiş ərazilərdə də əməyin mühafizəsi ilə bağlı ardıcıl maarifləndirmə tədbirlərinin həyata keçirildiyi, son 2 ildə əməyin mühafizəsi ilə bağlı 167 dövlət standartının hazırlanaraq təsdiqləndiyi diqqətə çatdırılıb. Dost müfəttiş və nümunəvi müəssisə layihələrinin iş yerlərində əməyin təhlükəsizliyinin təminatına da mühüm töhfə verdiyi vurğulanıb. Daha sonra dost müfəttiş layihəsində fəal iştirak edən, eləcə də müəssisələrində əməyin mühafizəsi işini nümunəvi şəkildə təşkil edən işə götürənlər, həmçinin ESG və sosial dayanıqlılıq prinsiplərinin effektiv tətbiqinə töhfə verən iştirakçılar nominasiyaları üzrə təltif olunublar. Konfrans psixososial risklərin iş mühitinə təsiri mövzusunda panel müzakirə ilə davam edib.